Aha, deməli, yəlik hal hesab olunmur. Bu nə deməkdir? Apostrof S-dən sonra baxırsınız, yəlik əvəzlik gəlib. Ümumiyyətlə, əvəzlik gəlib. İndi bu cümləni mən tərcümə eləsəm, Kristen's my favorite writer. Burada Kristen mənim sevimli yazarımdır. Hər hansı bir yəlik hal eşitmədim, düzdürmü? Və burada bir qayda var. Apostrof S-dən sonra deyir, əvəzlik gəlirsə, bu nəyin açıqlamasıdır, izin. Sonra, apostrof S-dən sonra sifət gəlir. Əgər sifətdən sonra isim gələcəkdirsə, bu yəlik hal hesab olunurdu. Amma apostrof S-dən sonra sadəcə sifət gətirir. Özündən sonra isim yoxsa sifətdən sonra. Burada yəlik haldan söhbət gedə bilməz. Yadınızdadırsa biz dedik ki, apostrof S-dən sonra hökmən isim gəlməlidir və cümlədə apostrof S varsa, əlavə bir dənə xəbər olmalıdır. Yəni, xəbəri olmayan cümlə yəlik hal hesab edilmir. Yəni, my uncle successful in his new job. Buradakı in his new job, burada yəlik əvəzliyinin eşitdiyimizdir. O yeni işində, mənim əmim yeni işində, öz yeni işində uğurludur. Bu dır, dur kimi getdi. Sonra apostrof S-dən sonra istənilən artikel. Shakespeare's the world famous writer. Shakespeare's. Əgər yazsaydı ki, Shakespeare's the most famous play, Shakespeare'in ən məşhur əsəri, gördünüz, orada yəlik hal eşitdim. Çünki orada isim var idi. Amma burada the artikelini yazıb isim falan yoxdur. Birbaşa world famous yazır. Dünyaca məşhur. Shakespeare dünyaca məşhur yazardır. Bax, bu dur deməkdir. Xəbər də bu artıq. Sonra apostrof S-dən sonra sözünü məsələsi var. İstənilən sözünü, yəni in, on, at, from, for, bunlar hamısı nədir? Dur. Apostrof S-dən sonra say rəqəm gəlirsə, yenə dur deyə gedəcək. Nick is 25 years old. Nick 25 yaşındadır. Gördünüz? Sonra apostrof S-dən sonra fe'li sifət 2. Bunları keçəcək. The child learned. Bu olacaq the child has learned. Burada participle 1. Yəni fe'li sifət 1 versiyası. Cədvəl şəklində əzbərləyəcək bunları, feilləri keçəndə. Richard is living. Burada has learned'dır. Burada is living'dir. Sonra apostrof S got hissəcidir. Yəni has got. Diana has got. Apostrof S-dən sonra bin hissəci has. The patient has been operated on. The book has been published this year. Sonra apostrof S-dən sonra zərf, apostrof S-dən sonra very. Bunlar hamısı nədir? Dur kimi. Əksəriyyəti, yəni, bax, məsələn, bu to be fond of ifadəsidir, to be eager to ifadəsidir, bu to be going to ifadəsidir, hazır ifadələrdir. Bir də qarışdırmanız lazım deyil, let apostrof s. Digərləri də dur kimi gedəcək. Let apostrof s-da da bir dənə as hissəcəkdir, bu şəkildə dəyişəcək. Biləm. Bunlar sadəcə sizə biraz belə ona görə çətin gələ bilər ki, siz hələ tam qrammatika kursunu bitirməmisiniz. Biraz tərcümə yönümlü, sonra burada müxtəlif bölmələr var ki, hansı ki, hələ biz qarşıda tanış olacaq onlarla. Ona görə ola bilər. Sizə biraz qaranlıq qalsın. Amma yəni hələ ki, çox fikir verməyin. Bu mən keçən dərs danışdım sizə.
İndi testdə tətbiq edilir, daha rahat olacaq inşallah görəcəyik orada. Bax, məsələn, burada görürsünüz təyinedicilər var. Artikeldir, işarə vərdişləridir. Birinci isim apostrofesdən əvvəlki isim aid olur. Yəni, an article apostrofes. A year's contract. Deməli, burada uzlaşma hara gedir? Year sözü təkdir, apostrofes. Sonra, an hour's lecture. Bu şəkildə gedəcək. Few özündən sonra cəm ismi istəyir, ona görə özündən sonra gələn ismi cəmdə götürürəm. Many özündən sonra cəm istəyir, several cəm istəyir. Sonra rəqəm birdən yuxarıdırsa, yanında cəm istəyir. Zizzət işarə vəzdi yanında tək isim istəyir. Lakin those işarə vəzikləri özündən sonra cəm isim istəyir. Təbii ki, bunları məqamı çatdıqsa, bölmələri siz hələ ki belə deyim də, birinci dəfə tədris eləyəndə mövzuları sizə ilkin anlayış kimi gələcək bunlar. Artıq ikinci, üçüncü təkrarda tam başa düşəcəksiniz ki, məhz söhbət nələrdən gedir. Sonra burada nə var? İki kateqoriyaya baxırsınız cəm isimlərdə. Few, a few, many, several, these, those miqdar sayıları gəlsə də, yəli hal s apostrof ilə deyil, apostrofesindən düzələcək. Yəni, burada cəmlənmə məsələsi var. Bu da nələrə aiddir? Cəmlənərkən kökdən dəyişən isimlər. Bu, mən mənə çevrilib. Mən bunu cəmləyəndə s yazmırdım ki, yanına. Ona görə bunun yəli necə olacaq? Apostrofes. Sonra, ship sözü təki cəmi eynidir. Ona görə nə olacaq? Apostrofes və bu şəkildə. İndi quzular, nəyə fikir verirsiniz? Today, yesterday, tomorrow, earth, sun, moon, world. Biz bugün, dünən, sabah, yer kürəsi, günəş, ay, dünya. Bunları heç vaxt cəmləmirik. Elə Azərbaycan dilində də cəmlənmir. Günəş bir dənədir, yer kürəsi bir dənədir, göydəki ay bir dənədir, dünya bir dənədir. Düzdür? Mən sabah sözünü, bugün sözünü, dünən sözünü necə cəmləyə bilərəm ki, mümkün deyil, düzdürmü? Yesterday's flight, dünənin uçuşu. Bu yesterday sözü cəmlənmir. Cəmlənmirsə cəminin yəliyi də yoxdur. Bu aydın məsələdir. Görürsünüz? Cəmlənməz. Sonra quzular, nəyə baxırsınız? Deyir, bəzən cansız varlıqların yəliyi də apostrofesindən düzəlir. Hansı cansızların zaman və məsafə bildirərsə, a minute's silence, a week's holiday, 2 weeks holiday, yesterday's news, a mile's distance, 2 kilometers away. Bu şəkildə gedəcək. Sonra fəsillər, aylar, günlər, bunların adını bildirənlər apostrofesindən gələcək. Maksimum diqqətli olun, testlərdə yanıldırlar sizi. Sonra C bəndində ölkə və şəhər adları bildirən isimlər. Neçə dənə Gürcüstan var ki, bir dənədir də düzdür. Tbilisi neçə dənədir, bir dənədir. Ona görə apostrofes bu şəkildə gələcək. Baxmayaraq ki, cansızdılar, ölkə məkan bildirirlər. Lakin bunların yəliyi apostrofesindən gələcək. Fəsil, ay, gün apostrofesindən. Zaman, məsafə bildirən sözlər apostrofesindən. Qayda şəkildə əzbərləyin bunlar zəhmət olmasa. D punktunda the sun, the moon, the earth, the world, river, water, wind, ocean, city, town, ship, boat, vessel və sair sözlərlə. Bunların yanında bu sözlər gəlirsə apostrofesin müraciət edəcəm. Yaxşı, bu şəkildə. Bu da bizim isim bölməmizin sonu. Mən test bankı açım. Deməli, possessive case of nouns isimlərin yəli halı. Cansız isimlər, canlı isimlər, bunlar haqqında söhbət eləmişik. Görün burada toxunmadığımız məqam varmı? Yoxdur. Burada təki cəmi eyni olan, kökündən dəyişən, bunlardan sonra mütləq apostrofes yazırsınız. S apostrof olmaz. Z gəlirsə S sonra apostrof, Mr. Mrs. gəlirsə apostrofes. Article Z, one gəlirsə apostrofes.
Rəqəmlər many, a few, several, these, those, s apostrof. Və burada nələr diqqət edirsiniz? Burada yenə mən, mənə çevrilir, kökündən dəyişir, apostrof s olacaq. The moon, the sun, the world, the earth, apostrof s apostrof olmaz. Bu ortaqlı üzvlər haqqında danışmışıq, qohumluq əlaqələr haqqında danışmışıq. Sonu ss-lə bitənlər var. Kişi cinsindən qadın cinsinə çevrilir, yenə də təkdədir, ona görə apostrof s. Sonu s-lə bitən insan adları var idi. S apostrof da yazsaz düzdür. Yəni şəmsdəki s sonra apostrof və şəms yazıb apostrof s də yaza bilərsiniz. Bunu sizə heç kim səhv tuta bilməz. Mama bu qaydaların hamısını köçürdümüşəm, əlimmədə. Nəyə qızım? Bu qaydaların hamısını köçürdümüşəm, mən siz atandan sonra. Hə, nə olacaq? Yazmağın ziyanı yoxdur ki, ümumiyyətlə beyin öyrənəndə yazaraq öyrənməyi daha yaxşı yadında saxlayır. Ona görə sizə deyirəm ki, sözləri yazaraq öyrənin. Onu öyrənin, amma yazaraq öyrənin. Hə, minnoşlarım, getdik testlərə. Ən sevdiyim bölüm. İndi bir neçəsini məndən işləyək. Sonra sərbəst müzakirə edəyək. İndi nə iş görəcək? The fireman apostrof s uniform. Düzdür. Mən mənə çevrilir. Ona görə də apostrof s verəcəm. The women apostrof s umbrellas olar. The children apostrof s düzdür. Kökündən dəyişən və təki cəmi eyni olan isimlər apostrof s vasitəsilə dəyişir. Lakin təki cəmi eyni olan isim deyə sözüdür. Bu s-in burada nə işi var? Mən mənə çevrilir. Hasanla mens deyə söz var. Olmadı. 1, 2, 3. Oldu Y variantı. Getdi 2-yə. 2-də nə deyir? Woman, women olur. Bu haçanla olub. Children kökündən dəyişir. Apostrof s lazım idi. Bu nə idi? Təki cəmiyyən olan isim apostrof s əla. Mən mənə çevrilib apostrof s. Bu da əla. Sportsmen, sportsmen olur. Bu s-in burada nə işi var? Hələ bir bunu da gətirib yanına bir də yazıb. Nə olacaq? 3, 4. Yəni A variantı. Keçdik 3-ə. The child olmadı. Sportsmen apostrof s olmalıydı. Fireman apostrof s olmalıdır. Dear təki cəmi ilə bu getdi. Qalırıq B variantı ilə. Başa düşürsünüz? Yəni problem yoxdur ki? Xeyr, mən deyim. Təkrar deməyə harada ehtiyac olsa deyərsiniz. Yaxşı. Ship təki cəmi eynidir. Ona görə apostrof s olmalıydı. Getdi. Policeman cəmlənməsi zaten bu mənə çevrilib cəmlənib. Niyə s yazıb? Olmadı. Woman, woman olur. Nə gəzir burada? Oxen, oxen oldu. Düzdürmü? Burada cəmlənmə nə gəzir? D variantı. The deer təki cəmi eynidir. Bu getdi. Child s bu şəkildə cəmlənməz. Kökündən dəyişir. Bu da getdi. Woman, woman olmalıydı. Burada nə işi var bunun? Policeman, policeman olmalıdır. Bu da getdi. Qalırıq C variantı ilə. 6. The ship apostrof s düzdür. Men apostrof s olmalıydı. Woman apostrof s olmalıydı. Children apostrof s. Fireman apostrof s. A variantı. Incorrect istəyir. Səhvi. Fish təki cəmi eynidir, düzdür. Child, düzdür. Men, düzdür. Woman, düzdür. İyi variant. Bəli, yanlış olan məsiyə variant. Çünki qız, qiz, qoşa olar, qoşa eylərə dəyişmişdi. Bu antikvar bir cavab verib, ona görə səhvdir. Mənə də səhv axtarırdı. Bu 7-si hara getdi qala?
Ya 7 idi mən baxdığım. Hə 7 idi. Yaşlığa məlumatda fikir verməyim. Getdik 8-ə. Incorrect, yenə səhv istəyir. Men apostrof B variantı. düzdür. Bəli, B variantı səhvdir. Women apostrofsu olmalıydı, düzdür. Postman apostrofsu. Children apostrofsu. Eyvallah. Problem yoxdur ki, keçin başqa stilli suallara. Deməli, Gedişatın başa düşdük. Polad, problem yoxdur bala. xeyr müəllim. 14-ü deyə bilərsən Polad. Cəmalı Polad. Müəllim. Aha. Bir düzdür, səhvdir. Düzdür. Ekran niyə dondu, bu görüm. Güzel. Davam edək. 14-ə baxırdıq Poladda görək. Polad burada. Hə, 14-dən davam edək. Çəkiliş də düzəldi. Aha. Deməli, Bir düzdür, səhvdir. düzdür. 2 də. 2 səhvdir, 3 düzdür, bir də 2 düzdür. 5 də səhvdir də. Bu 2 ilə 5-i niyə səhv hesab edirsən? Orada müəllim apostrof gəlib deyə. Apostrof. Burada mon sözü cəmlənib olmaz, tək idi. Today sözü də heç vaxt cəmlənmir, ona görə. Bəli. Deməli 1, 3 və 4 sanı C variantı. Düzdür. Gəlin başqa stilli suallara baxaq. Bax, məsələn. 16. Tomorrow apostrofsu. Today olmaz. Cəmlənmir. San sözü cəmlənmir. Deməli, bu düzdür, bu düzdür. 1, 3, 4 hanı? A variant. Sonra 20-dən ehtiyatlı olun. Qarşısında birdən yuxarı say gəlib, düzdür. Bu cəmlənməli idi, təkdə saxlayıb olmadı. Z artiklı soyadın yanına gəldə cəmlənirdi. Mrs. Brown's olmadı. A man apostrof S months. These cəmdir və bu da cəmdir. Nə olacaq? 2, 4, 5 D variantı. Biraz fərqli tipli suallara baxmaq istəyirəm sizdən. Bax, məsələn, 29-30-u araşdıraq sizdən. Those cəmdir. Özündən sonra cəm isim istəyir. Təkləmi saxlayıb olmadı. Z təkdir, cəm isim verir. Uzlaşma pozulu getdi. F-i özündən sonra cəm istəyir. Hanı? Yoxdur. Several özündən sonra cəm istəyir. Əla. Z artiklı soyadın yanına gəndə cəmlənmə lazımdır. Qaldıq D variantı ilə. Poetes qadındır, təkdir, apostrof S. Bu şəkildə cəmləmə mümkün deyil. Bu kökündən dəyişir olmadı. Örs sözü cəmlənmir. Ship sözü cəmlənmir.
Qalıraq bir dənə A variantı ilə. Sonra nəyə diqqət edirəm? Sual 31-ə baxın. Deyir ki, adətən buraxılış imtahanlarında bu stildə suallar düşür. Choose the correct sentences with the noun in the possessive case. Deyir ki, verilmiş cümlədə yəlik halda olan ismi tapın. Apostrof S-dən sonra isim gəlib düzdür və yesterday sözündən sonra olar. Sheep cəmlənməz, mən cəmlənməz. Apostrof S-dən sonra behavior var. Actress's beauty, bu da isimdə olar. Deməli, 1, 4 və 5. Söhbət Y variantından gedir, bəli. Sual 32. Yenə tərkibində yerli halda istifadə edilmiş isim axtarılır. Mr. Brown düzdür. The doctor advised him to bathe in the sun's snow. Wise men learn by other men's mistake. Yes. Deyir, ağıllı adamlar digərlərinin səhvlərindən öyrənir. Ship sözü təki cəminidir. Cəmləmə prosesi mümkün deyil. Deməli, Z artiklı və soyad bitişməli idi, olmayıb, bitişməyib. Deməli, 1, 3, 1 canı B variantı. Yox, mən istədiyim stilli test elə yuxarıdadır. Gəlin sual görün neçədir, bu 34 deyə 33-dür. 34-dür, baxaq bura. Baxın, ümumiyyətlə yəlik hal testini tap deyəndə cümləni çalışın ki, sona qədər oxuyasınız. Sonacan cümləni oxusaz, orada səhv eləmiş olma ehtimalınız yoxdur. Lakin cümləni yarımçıq saxlayıb oxumasaz, orada müəyyən səhvlərə yol verə bilərsiniz. Ola bilər ki, cümlənin birinci tərəfi xəbərdir, sonundadır yəlik hal. Onlardan ehtiyatlı olun. Who will be the host for tonight's program? Bu olar. Yəlik hal axtarıram. Burada kökündən dəyişir. Bura nə ehtiyac var? Let apostrof S var. Amma mırısı Mr. Jackson təkdə qalmalıdır. Nədir bu? He is proud of. Bax, Məryəm, bayaq baxırdıq səndən. Dedin, başa düşməmişəm. Bax, bu to be-li ifadələrdir. To be proud of. Bu birinci tərəfi yəlik hal deyil. Amma gəlin bu tərəfə baxaq. Children's achievements. Apostrof S, isim, əla. Bax, bayaq mən sizə dediyim tipli suallara aiddir bunlar. Diqqətli olun, maksimum özdə. Most of the earth. Bax, burada earth sözü cəmlənməz. Deməli, 5, 3 olanları atıram. 4 düzdür. Bir də nə düzüydü? Deyəsəm, 1 və 4. Çətinlik yoxdur. Səsim gəlir uşaqlar. Bəlməli. Problemlər yoxdur ki, başa düşürsünüz. Həmən. Gəlin bu xırda suallara baxaq. Bunlar xırda olsa da düşündürücüdür. Ümumiyyətlə, sual tipi nə qədər uzun olursa, mürəkkəb cümlələr olursa, qətiyyən özünüzü darıxdırmayın ki, tapa bilməyəcəm ya nəsə olacaq. Əksinə, bunlar daha rahat olur o qısa testlərdən. Many özündən sonra cəm istəyir. Bu S sonra apostrof olmalıydı. Bax, apostrof S-dən sonra Z gəlib. Görürsünüz, bu yəlik hal deyil.
Amma gəlin görə ikinci tərəfə baxım. Apostrof S-dən sonra düzgün yəli çal var, düzdür. A minute's walk, əla, burada da düzdür. Those cəmdir. Doctor sözü cəmlənməli idi. Aha. Tonight's performance, burada da düzdür, əla. Deməli, balalar, 2, 3 və 5. Nə olacaq? Y variantı. Sonra quzularım, nəyə baxırsınız? 46-ya baxaq məsələn. F-i özündən sonra cəmisim istəyir, nə gözəl. Düzdür. A month's training, əla. Many özündən sonra cəm istəyir. Deməli, bu S gəlib bura bitişməlidir və yaxud da apostrofu buradan qoymalı idi. Several özündən sonra cəmisim istəyir, nə gözəl. Two birdən yuxarı saydı cəmlənmədi. Apostrof S apostrof olmalı idi. Yanlışlığı buradadır bunun. 1, 2, 4. Hanı 1, 2, 4? Deyil burada. B variantı. İndi mən sual tiplərini bir dəfə nəzər salandan sonra sizə tək-tək suallar deyəcəm. Onları bir-bir tapacaq. Hərə bir sual tapacaq. Deməli, ət var burada. Əsə mənzildən, evdən danışır. İndi baxaq uzlaşmalara. Those cəm işarə əvəzi idi. Woman təkdir. Uzlaşma pozulub. Z artikelından sonra soyad gəlirsə cəmdədir. Əla. İşarə əvəzliyi cəmdir. Women cəmdir. Əla. Mırısı tək olmalı idi. Əla. Z təkdir. Women. Ümumiyyətlə, burada heç bilmir nə yazıb. Getdi. Deməli, 2, 3, 4. 2, 3, 4 Y variantı. Yəni, belə demin çox sizin tərəddüd seçim arasında qoyacağı testlər çox olur. Ehtiyatlı olun. Bir də görsü cümlə gəlir, yarım qalır. Yəni, elə şeylərdən maksimum diqqətli olun. Bax, bir də ən çox uşaqlar imtihanda nəyi səhv edir? Burada yazır incorrect, burada yazır correct. İmtihana girəndə altından xətt çəkin və lap yeri gəlsə üstünə yazın səhv. Testi oxuduqca da deyin ki, səhvə tapmalıyam, səhvi. Ürənizdə təkrar eləyin ki, testin cavabını tapanda səhvə yol verməyəsiniz. Məsələn, burada səhv cavabı istəyir, siz gedib doğrunu da qaralayıb cavabını verə bilərsiniz. O da həyəcandan yaranır hamısı. Belə negativ halların qarşısını almaq üçün həmişə özünüzə imtihanda dəstək olun. Hə, bu şəmslə bağlı qəşəng sualdır. Gəlin baxaq. Şəms adı demişdik ki, özündə S var, düzdürmü? Şəms apostrof S də yazsa olardı. Bir də hansı qaydaydı? Bax, o qaydanı da açın, baxın burada. Mən bu PDF-lərimə bu gün nə olur? Bunlar niyə belə qanqarasılıq eləyir? Hə. Deməli, waitress apostrof S-lə olmalı idi. Bu təkcə qalmaz. Students cəmlənib, bu da getdi. 4-5-ləri uzaqlaşdırın. İndi baxın. Bu şəms adını göstərmək istəyirdim yerində. Sadəcə nəsə alınmadı. Deməli, şəms apostrofla da apostrof S-lə də mümkün idi. Sonra waitress apostrof S, eləcə apostrof, burada da gəlirdi. Bir dəqiqə. Yox, bir dəqiqə. Deməli, 1, 2, 3. 1, 2, 3 var burada. A var. Burada A-la qalır. Bu sonu S-lə bitən adlar var ya, 3-4 dənə. Onlara görə. Sonra bax, burada nə var? My friends olar. Mr. Jackson olar. Mrs. Jackson bitişib deyə olmaz. The Jackson olar. Ayrı olmaz. 1, 2, 4 var. Elə cavab var.
Bədən üzvləri falan, elə testlərdən nə var? Bax bu. 70-ə sərbəst baxın. Mənim 70-də B olacaq. Eyvallah, tamam, mən də beğenirəm. Digərlər də fikirlərini desin. Bəli, mənə də 1-5 oldu. 1-5 O qalır düşünürsünüz. yerdə. Hamınız 1-5 düşünürsünüz, yoxsa fərqli cavab götürmək istəyən var? Mən də. Yaxşı, baxaq. Ən təkdir, A və cəmdir, uzlaşma pozulub. Zavuz cəmdir, solda təkdir, uzlaşma pozulub. Mr. Jackson, olmaz. 1-4, 1-5. Bəli, B variantı. Aferin sizə. Burada niyə cəm götürmüsünüz? Çünki apostrof S bunda da var, bunda da var. İsim cəmlənməliydi. Bax, məsələn, burada. To be going to ifadəsi düzdür bu. Amma brother's wedding yiyəlik hal var. Apostrof S-dən sonra bin hissəsi olmaz. Apostrof S-dən sonra my olmaz. Çünki əvəzlik gəlib. Apostrof S-dən sonra already gəldi. Olmadı. Apostrof S-dən sonra very gəldi. Yiyəlik hal hesab olunmur. Qalır A variantı. Hə, 70-ci sualı maraqlı sualdır. Deməli, cümləni sona qədər oxuyursunuz, tələsmirsiniz. Bəzən cümlənin əvvəlində başqa şeydən danışır, sonunda da yiyəlik hal. Bayaqdan bir neçə suala nəzər salmışıq elə. Apostrophe S going to yiyəlik hal yoxdur. If I go to London, I'll stay at my aunt's. At my aunt's. Yiyəlik var. Judy and Susan's hair. Bu dediyində Judy ilə Susan'ın bir dənə başı var. Eyni başdan saç çıxıb. Bu apostrofesi lazım idi bunun. Ona görə səhvdir. My grandfather is fond of. Bu to be fond of ifadəsidir. Let apostrofası let us deməkdir. Ona görə səhvdir. Bax, məsələn, 79-a baxaq. Yenə yəli hal istəyir. Apostrof S-dən sonra little yazıb, buraya da daughter var. Və cümlənin nəyi var, uşaqlar? Xəbəri. Xəbəri olmayan cümlə yəlik hal ola bilməz. Bax, buna görə deyirəm. Əgər buradakı iz olmasaydı, bunu apostrof S-i iz kimi qəbul edəcəkdim. A, düzdür. The trainer is leaving. Has got. It is difficult. Pamela is not afraid of. Gördünüz? Biraz qrammatika yerinə oturandan sonra rahat tapacaqsınız. Ola bilər ki, çətinliyiniz var, problem yaşayırsınız. O da yenə deyirəm, ümumi baza bitəndən sonra hər şey qaydasına düşəcək. Sonra bax, məsələn, 88. The man and the woman. Bunun da sifəti ayrıdır, bunun da sifəti ayrıdır. Burada yəli hal lazım idi, yazmayayım. Mr. Anderson is going to. Getdik. The corridor opens into Mr. Hill's office. Mr. Hill's Hill apostrofsu olar da, burada görüm. Hills soyadı. Bundan biraz şübhəli qaldım. Many people attended the printer's funeral. Burada bu olacaq. The printer's funeral. Burada sərbəst xəbər var. Attended. Bu yəlik haldı. Çünki Hill apostrofsu olar da, yəqin ki, Hill soyadı. Phillips completely recovered. Budur. Burada da yəni flip is completely də olur bu. Burada bu D variantıdır. Sonra
bax belə çətinlik dərəcəsi düzdür. Elə də çətin deyil, amma qarışdırmaq mümkündür bu sualları. Baxın, zəhmət olmasa C variantı yanlışdır. Niyə? Women apostrof s ilə vardı. Burada nə gəzir? Woman s bitişiklə gəzir. Deməli, birinci isimləri təmizləyirik, düzdür? 7 getdi, C-də getdi. İndi uzlaşmaları yoxlayayım. Tək cəm məsələsi. Bu cəmdir, təklə niyə uzlaşsın ki? Bu təkdir, cəmlə niyə uzlaşsın ki? That woman's beauty fascinated everyone. Fascinated xəbərdir. Apostrof s-dən sonra da isim gəlib. Ona görə A variantı. Bir dəqiqə. Görün, başqa nə maraqlı sual çeşidi var. Bu testin ilk 100 dənəsini götürərsiniz uşaqlar. Sabahdır dərsim sizə. Bəli, müəllim. İlk 100 dənəsini götürəcəyik evə. Deməli, our garden is next to... Bir baxacaq görək hansına nə gəlir. The what s birləşməli idi. Mr. What apostrof s olsun. Mrs. yoxdur. The what's bu getdikləri çıxın. Mırası what's olmaz. Bu getdi. Hanı 1-3 D variant. 109. Children apostrof s hanı. Children hələ bir cəmliyib, nə gözəl. Men bitişiyi olmaz. Child bu şəkildə olmaz. 5 normalna 6 olar. 5 6 var mı? Var. Yolla. Oh. Sağ olun. Sağ olun. 110'da. Mr. Brown is worried about her. Deməli, child apostrofsu olar. Children zaten cəmidir. Necə cəmləyib? Burada bu şəkildə kobud qayda pozuntusu var. Bu təki cəmi bu şəkildə olmaz. Burada C variantına qalacaq. Vardı. Ayda, məsələn, cəmi 110 dənədir. Elə biləm çox deyə burada. Çox az testdir. Dəhşət. Bizi götür onu. Ne sınavı götürək. Yo. Elə da bir dəfəndə 110 dənəsini götürün. Sabahlarda o biri test banklardan işləyərik. Bitirebiliriz. Gücünü. Rahat da işləyib qutaracaqsınız. İnşallah. Nəysə başa düşmədiyiniz hissə olsa saxlayarsınız. Yaxşı. Onda söz ehtiyatı 6-cı sinifdən 3-4-cü unitlərə götürərsiniz. Sabaha yox. Unitlər çox böyükdür. 6-cı sinifdə. Qobidən dərs dayanırım.